Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, əziz tamaşaçılar, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi və müasir internet resurslarının inkişafı İctimai Birliyinin uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsi çərçivəsində Bakı Xəbər studiyasında ilk verilişimiz yayımlanır və bu münasibətlə əlbəttə Bakı Xəbər studiyasının rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda layihəmizi dəstəklədiyinə görə, donor dəstəyi olduğuna görə, eyni zamanda uşaq və gənclərlə bağlı uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsini dəyərləndirdiyinə görə qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Əlbəttə, bu gün də verilişimiz çox önəmli qonaqlarımızla, müzakirələrlə keçəcək. Vaxt itirmədən bugün qonaqlarımızı sizlərə təqdim edirəm. Şair publisist Sərvar Hüseynoğlu, Xırdalan şəhər 3 saylı məktəb liseyin psixoloqu Arzu Şamilovadır. Hər birinizi salamlayıram və bugünkü verilişimizə gəldiyiniz üçün, dəyərli vaxtınızı ayırdığınız üçün təşəkkürümü bildirirəm. Əlbəttə, mövzumuz uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın roludur. Mən istərdim ki, elə bax bu mövzu ətrafında şair publisist, çox hörmətli Sərvar Hüseynoğlu bu istiqamətdə öz fikirlərini bildirsin. Sonra suallarımızı Arzu xanımla davam edəcəyik. Bu məsələ ümumiyyətlə çağdaş həyatımızda cəmiyyəti kifayət qədər maraqlandıran, eyni zamanda yönləndirici, maarifləndirici iş aparılması vacib olan bir məsələdir. Və mən Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına, Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm ki, həmişə milli mənəvi dəyərlərimizə xidmət edən, gənc nəslin yetişməsində yönləndirici, bir istiqamət verici, bir təkan qüvvəsi verən bir sahəyə həmişə diqqətlə yanaşır, o sahədə olan layihələri kifayət qədər maliyyələşdirir və bu əslində cəmiyyətimizə, dövlətimizə, gələcəyimizə, milli mənəvi dəyərlərimizə olan bir xidmət işidir. Və siz də həmişə həyata keçirdiyiniz layihələrdə mən dəfələrlə şahid olmuşam ki, məhz bu yöndə olan, yəni cəmiyyətə xeyirli olan, gənc nəslin yetişməsinə xeyirli olan, gənclərimizin milli mənəvi dəyərlər zəminində yetişməsinə, öz tarixini, öz varlığını, milli dəyərlərini qiymətləndirmək yönündə olan layihələrə xüsusilə diqqətlə yanaşırsınız və bütün bunlar əslində elə günün aktual məsələləridir. Bu məsələlərdə maarifləndirici söhbətlərin, müzakirələrin, görüşlərin keçirilməsi çox vacibdir. Ona görə ki, dünyada qloballaşma deyilən böyük bir nəhəng, həyata keçirilən bir nəhəng gəlişmələr baş verir və bu gəlişmələr daxilində insanları yönəltmək, insanları o lazımı olan səmtə yönəltmək, lazım olan mənəvi dəyərlərə sahiblənməsinə kömək edici qayğıların, ondan sonra diqqətin böyük rolu var. Bilirsən, cəmiyyətdə belədir ki, böyük qloballaşma, böyük surət, texnologiyaların, texniki imkanların həyata gəlməsi, cəmiyyətə daxil olması, həyatın müəyyən sahələrini geniş şəkildə qaplaması özünün həm müsbət cəhətlərini gətirir, həm də özünün neqativ mənfi cəhətlərini gətirir. Yəni, bu ikili bir tərəfdir. Necə ki, bir ağacın iki başı olur, həmin ağacın iki başı olduğu kimi bir başında xeyir, bir başında şər ola bilər və eləcə də bu texnologiyaların cəmiyyətə ayaq açmasının təbii ki, son dərəcə mühüm əhəmiyyəti var. Bunun qarşısını almağın özü hardasa neqativ cəhətlərə gətirib çıxarda bilər. Dünyadan bixəbərliyə, müasir dövrümüzdə, zamanımızda baş verən hadisələrdən kənarda qalmağa, elmi texniki tərəqqinin o imkanlarından istifadə eləməkdən geridə qalmaq kimi bir mahiyyət meydana çıxarda bilər. Ancaq eyni zamanda bütün bunlara nail olmaq, bütün bunları öyrənmək, ikili bir standartlar var ki, burada bəzən yaxşı xeyir tərəfini, yox şər tərəfini inkişaf elətdirən bəzən axınlar olur ki, bu cəmiyyətdə arzu olunmaz, qarşısı alınmaz bir hala çevrilir və təbii ki, narazılığa çevrilir və xüsusilə bu sayədə gənc nəslin yetişməsi ilə məşğul olan insanlar, gəncliyimizin gələcəyinə məsul olan insanların üzərinə böyük yük düşür ki, gənclərimizi həmişə doğru yolla aparalar, o elmi texnologiyaların, elmi yeniliklərin müsbət tərəflərindən yiyələnmələri, onlardan dünya miqyasında olan bu yeniləşmə mühitini özlərinin həyatlarına tətbiq etmə prosesində həmişə xeyir tərəfi
dünyanın xilas olması, insanlığın inkişafı naminə olan proseslərdə istifadə eləməsinə yönəldilməlidir və bu cəmiyyətimiz üçün də, həyatımız üçün də son dərəcə vacibdir və bu yolla getməliyik. Təşəkkür edirəm Sərbaz müəllim. Təbii ki, keçid almaq istəyirəm, Arzu xanım, sizə ünvanlamaq istəyirəm sualımı. Rəqəmsal dünyanın günümüzdəki psixoloji təsiri hansı mövqeydədir? Ailədə uşaqlara kibermədəniyyəti, rəqəmsal etik davranış qaydalarını necə aşılamaq lazımdır? Mən istərdim ki, bu istiqamətdə həm bir psixoloq kimi, həm də bilirəm ki, Abşeron rayonunda xüsusilə Xırdavan şəhəri Üsalir məktəb liseydə siz şagirdlərlə bu istiqamətdə çox fəal işlər həyata keçirirsiniz. Bax, bu kontekstdə, bu yöndə sizin də fikirlərinizi bilmək bizim üçün çox xoşdur. Buyurun. İlk öncə dəvətinizə görə təşəkkür edirəm Zərmin bəy. Bu mövzu günümüzün ən aktual və çox şaxəli suallara cavab tapan mövzusudur. Rəqəmsal dünyanın həyatımızda müsbət tərəfləri çoxdur. Müsbət tərəfləri olduğu kimi təbii ki, mənfi tərəfləri də var, amma bu valideynləri, ətraf mühiti, cəmiyyəti qorxutmamalıdır. Sosial psixologiyanı öyrənmə nəzəriyyəsində belə bir termin var ki, uşaq davranışlara baxır, müşahidə edir və müşahidə etdiyi müddətcə də öyrənir. Ona görə də ilk növbədə olaraq valideyn çalışmalıdır ki, övladı ilə olan ünsiyyət dairəsini düzgün istiqamətdə qursun. Hər bir ailədə rəqəmsal dünyaya aid olan qaydalar olmalıdır. Çünki rəqəmsal platforma hal-hazırda bilikləri daha asan formada öyrənmək üçün bizim çıxış yolumuzdur. Burada uşaqlar istər-istəməz dünya ilə bağlı müxtəlif məlumatları, dil biliklərini artıra bilərlər, düzgün şəkildə sosiallaşa bilərlər. Hətta məktəblərdə rəqəmsal dərslikləri, STEM dərslikləri belə keçirilir. Bu sahədə uğur qazanan, fəaliyyətində irəli gedən şagirdlər də var. Çünki hər bir uşaq fərdi psixoloji xüsusiyyətlərə malikdir. Bəzən tarix sahəsində və yaxud da riyaziyyat sahəsində uğur qazana bilməyən uşaq rəqəmsal platformada kodlaşdırma sahəsində çox böyük bir nailiyyətlər qazana bilər. Vətənimizi, ölkəmizi yüksək şəkildə təmsil etməyi bacara bilər. Bizə savadlı həkimlər, savadlı müəllimlər lazım olduğu kimi rəqəmsal dünyada da dünya görüşü zəngin olan insanlar da lazımdır. Və bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Valideyn çalışmalıdır ki, övladı ilə empati əlaqələrini möhkəmləndirsin. Düzgün emosional ünsiyyət qurmağı bacarsın. Uşaqlara qadağa qoymaq onları daha çox mənfiyə doğru istiqamətləndirməkdir. Əslində, övladlarınız nələri izləyir, sosial şəbəkələrdə olsun, müxtəlif rəqəmsal platformalarda maraqları hansı dairələrdədir, tam olaraq düşüncə tərzləri, şuuraltı düşüncələrində istiqamətləri nələrdən ibarətdir, valideynlər bunları müəyyənləşdirməyi bacarmalıdır. Məsəl üçün, süfrə arxasında valideyn əgər telefonla oynaya-oynaya uşaqla ünsiyyət qurursa və yaxud da övladına hər hansı bir məsləhət verərkən telefondan asılı vəziyyətdədirsə, təbii ki, bu da uşağa yaxşı örnək olmayacaq. Uşaqlara biz fərdi olaraq kiminsə əşyasına toxunmamağı, şəxsi sərhədlərə hörmət etməyi öyrətdiyimiz kimi, rəqəmsal platformada da bunu öyrətməyi bacarmalıyıq. Çünki bu ən azından kiber təhlükəsizliyinin qarşısını alır, nəticə etibarilə həm də səmərəli istifadəyə doğru şəkildə istiqamət verir. Uşaq hər hansı bir kiber təhlükəsizliklə qarşılaşmamağı üçün valideyn ona nəyisə üstü örtülü qadağalar qoymağı əvəzinə sosialda necə istifadə etmək lazımdır? Məsəl üçün, uşağın ola bilər ki, futbol sahəsinə çox böyük bir həvəsi olsun. Bəzən belə bir düşüncə ola bilər ki, neynirsən futbolu, get dərslərinlə oxu və s. Təbii ki, bu hər kəsə aid deyil. Bu uşaqda həm mənfi düşüncələri formalaşdırır, həm gizli addımları artırır, həm də ki, istər-istəməz valideynlə aralarındakı empatiya duyğuları yanlış istiqamətdə olur və gizlin şəkildə araşdırma aparsa, o yanlış bir insanlarla da qarşılaşa bilər, yanlış bir məqamlarla da qarşılaşa bilər. Amma valideynlə birlikdə araşdırma aparanda həm uşaq təhlükəsiz mühitdə olur, həm də ki, istər-istəməz valideynlə aralarındakı empatiya qabiliyyətləri daha yüksək şəkildə olur. Məktəblərdə ən çox tədbirlərimizdə valideyn-şagird münasibətlərində bu məqamları xüsusilə qeyd edirik. Çünki burada valideyn-məktəb əməkdaşlığı xüsusi rol oynayır. Elə bir cəmiyyətdə yaşayırıq və elə bir dövrdə yaşayırıq ki, rəqəmsal platformadan istifadə etmək hətta çox vacibdir.
Çünki bəzən biz buradan öz məlumatlarımızı, öz fikirlərimizi təkmilləşdirmək üçün hər hansı bir köməkdən də istifadə edə bilərik. Nəinki uşaqlar, hətta biz böyük insanlar da yəni bəzən o platformalardan müsbət məqsədlər üçün istifadə edirik. Təbii ki, bir də ki, vaxt məsələsinə düzgün şəkildə istiqamət vermək lazımdır. Uşağın yaş kateqoriyasını nəzərə almaq lazımdır. Uşaq hansı yaş kateqoriyasındadır? Çünki bəzən uşaq yaşına uyğun olmayan mənbələrdən istifadə edə bilər və yaxud da düzgün olmayan vaxt çərçivəsində bunu istifadə edə bilər. Bu da yanlış məqamlara gətirib çıxara bilər. Digər bir sualım var ki, kiberbullying şagirdlərin akademik uğurlarına necə təsir edir? Yəni, bu da təbii ki, dövrün ən aktual məsələlərindən biridir. Xüsusilə də sosial şəbəkələrin inkişaf etdiyi bir dövrdə kiberbullying məsələsi də diqqət çəkən məsələdir. Elə Arzu xanım çox gözəl təhlilləri izah elədi. O məsələlərə toxundu. Yəni o valideyn evlad, valideyn uşaq və o texnologiyalar, internet şəbəkələri məsələsində maraqlı bir şey var ki, bəzən valideyn o ən kiçik yaşlı, hələ həyatı bir o qədər də qavramayan, cəmiyyəti bir o qədər də tanış olmayan evladının başını qatmaq, yəni özünə arzuda vaxt qazanmaq üçün, o uşağı bir qədər elə bilən gözündən kənarlaşdırmaq üçün o internet vasitələrini, ya telefonu uşağın əlinə verir, onu məşğul etməyinə daha çox cəlb elətdirir. Yəni nəzərə almır ki, bu uşağın yəni öz rahatçılığı üçün işlərini görsün və s. öz şəxsi şu istəkləri, məsələn, rahatçılığı üçün bəzən daha çox rahatçılığı üçün. Çox gözəl bir məqam qeyd etdiniz. O telefonu verir və bunun fərqinə varmır ki, bu telefon istər o şüalanma məsələsinə görə, istər o fiziki cəhətdən onun gözlərinə, ondan sonra baxışlarına olan münasibətində, təfəkkürün inkişafında, təfəkkürün yönəlməsində hansı dağıdıcı bir rol oynayır və indi bu fəsadlar indi bilinməsə də, nə vaxtsa 5 yaşından, 10 yaşından, 15 yaşından sonra fəsadlar özünü çox ciddi şəkildə bürüzə verir və bunun qarşısını almaqda uzun bir müddət müalicələr, nə bilim, çətinliklər, təsəvvürlər aparır. Çox təşəkkür edirəm. Sərvəz müəllim, çox gözəl bir məqama toxundunuz. Məsələnin mövzunu o kontekstdə davam etdirsin. Arzu xanım, Sərvəz müəllimin fikrindən də istərdim sizdən bir münasibət alaq. Bu yöndə psixoloji hansı dəstək həyata keçirilməlidir? Buna diqqət çəkək və eyni zamanda digər o sual fonunda akademik bacarıqları, kiberbullying şagirdlərin akademik uğurlarına necə təsir edir? Bax, buna da istərdim ki, kompleks şəkildə cavablanmasın. Bəli, hal-hazırda çox müşahidə edirik. Azyaşlı uşaqlara telefon verilir. Nəticə etibarilə valideyn düşünür ki, uşaq necə də gözəl yemək yedi, sevinir bu məqamdan, amma bu uşağın idrak proseslərinə əsaslı şəkildə təsir edir. Çünki uşaq necə öyrənir? Toxunaraq, görərək, kəşf edərək, danışaraq, ünsiyyət dairəsini genişləndirərək. Nəticədə uşaq qəbul etdiyi qidanı şuurlu şəkildə qəbul etmir. Bu da onun idrak proseslərinin zəif, hətta yaşından belə az inkişaf etməsinə gətirib çıxarır. Tədricən hətta zamanla sosiala daha çox bağlanır və valideynlə ünsiyyət dairəsi azalmağa başlayır. Ən çox da yetkinlik yaş dövründə bəzən valideynlər gəlib deyirlər ki, biz görəsən səhvi harda etmişik, yaxı mən uşağıma bacardığım qədər vaxt ayırmağa çalışıram, amma bu vaxt zamanlama uşaq yaşından başlamalıdır ki, gələcəkdə yetkinlik dövründə bu çətinliklərlə qarşılaşmasın. Zamin bəy, ümumiyyətlə insan ruhu sağlam olduqda insanın düşüncələri də sağlam olur. İnsanın düşüncələri sağlam olduqda sağlam psixologiya da olur. Sağlam psixologiya isə insanın davranışlarına da əsaslı şəkildə təsir göstərir. Adətən bəzən olur ki, bəzi uşaqlar məktəbdən yayınırlar, dərsə gəlmək istəmirlər, bunun üçün hər cür bəhanələr gətirirlər. Başım ağrıdı, ürəyim bulandı və yaxud da ki, yatıb qaldım. Çox zaman valideynlər və yaxud da ola bilər ki, pedaqoji heyət düşünə bilər ki, uşaq dərsi oxumaq istəmir, ona görə gəlmək istəmir. Amma bəzən belə bir məqamların arxasında qaranlıq bir pəncərə də dayana bilər. Hansı ki, kiberbullyingə məruz qalan uşaq akademik olaraq dərsdən yayınır və onun akademik bacarıqları aşağı vəziyyətə düşür. Çünki belə bir uşaq düşünə bilər ki, mən məktəbə gəlsəm artıq sosial fobiya yaranır. İnsanların gözü məndədir, cəmiyyətin gözü məndədir, mənim dostum yoxdur artıq, mən sosiallaşa bilməm. Bir də bu məqama da xüsusi olaraq diqqət göstərmək istəyirəm ki, hər uşağın xarakteri fərqli olur. Yetkinlik dövründə hər uşaq fərqli formada
formada keçirir. Bəzən ünsiyyət dairəsi aşağı olan, real həyatda dostları olmayan uşaqlar sosialda dostları daha asanlıqla tapırlar. Bu da nəyə gətirib çıxarır? Artıq o uşaq tədricən real həyatdan öz pəncərəsini geri çəkir və sosialda özünü daha dəyərli hesab edir. Amma orada da hər hansı bir zərbə aldıqda nəticədə realda davranışları əsaslı şəkildə dəyişir. Təbii ki, hər hansı bir kiberbullyingə məruz qalan uşaq dərs prosesi zamanı diqqətini müəllimə yönləndirə bilmir. Dərs tapşırıqlarına qarşı maraqsız olur, çünki bu uşağın artıq motivasiyası aşağı vəziyyətə düşübdür və nəticədə də onun düşüncələrində, nəinki düşüncələrində, dərslərində də geriliklər var. Ona görə də buradan üzümü tutub pedaqoji heyətə, müəllimlərə, məktəb psixoloqlarına və valideynlərə səslənirəm ki, övladınız məktəbə getmək istəməyəndə, davranışlarında əsaslı şəkildə dəyişiklik görəndə, sinif yoldaşlarına qarşı, sizə qarşı aqressiya olanda bunu hərtərəfli olaraq araşdırmaq lazımdır. Amma belə bir məsələyə də toxunum. Rəqəmsal platforma bir dənizə bənzəyir və bu dənizdə biz uşaqları qorxuda bilmərik ki, bu dənizdə üzməyin və yaxud da ki, bu dənizdə üzmək sizə hər hansı bir təhlükə yaradar. Sadəcə olaraq düzgün texnikalardan istifadə edərək dənizdə hansı tərzdə necə üzməyi öyrətməyi bacarmalıyıq. Hətta mən belə bir məqamı vurğulamaq istəyirəm ki, təzəcə belə bir hadisəyə şahidlik etmişəm işlədiyim məktəbdə. Bir şagird var idi, yəni oxumaq dərəcəsi o qədər də yaxşı deyildi. Yəni biz onunla bir neçə dəfə seanslar keçdik. Gördüm ki, bu uşağın oxumağa heç bir marağı, həvəsi yoxdur. Amma çox istedadlı bir şagird idi. Valideyn isə daim olaraq uşağın üstə düşürdü ki, sənin başın var, loru dildə desək, bacararsan, oxumağı edərsən. Amma bu uşaq günü-gündən xoşbəxt olmurdu. Hətta gəlirdi qiymət xətrinə oxuyurdu, danışırdı, amma o xoşbəxtçiliyi o uşaqda görmək mümkün deyildi. Daha sonra mən onun maraq dünyasına üzümü tutanda gördüm ki, bu uşaq çox gözəl oyunlar yaratmağa başlayır, kodlaşdırmalar edir və s. Hətta bəzi proqramlarla şəkillərin çəkilməsi və s. həqiqətən də uğurlu bir nəticələr də əldə edirdi və bu sahəni danışdıqca, özünü orada sübut etdikcə çox xoşbəxt olurdu. Rəqəmsal platforma, əziz valideynlər, bir oyun meydançasıdır. Bu oyun meydançasının isə ucu-bucağı bilinmir. Siz sadəcə olaraq övladınızın əlindən tutaraq bu oyun meydançasına daxil olmalısınız. Lazım olsa onun istiqamətlərinə nəzarət etməyi bacarmalısınız. Çünki zaman keçdikcə, irəliləyiş olduqca, inkişaf prosesi olduqca rəqəmsal platformalarında inkişaf prosesi olur. Biz hətta görürük, müşahidə edirik ki, bəzən dərslik proqramlarının içərisində də nəzəri məlumatlarla yanaşı praktiki məlumatlar da var. Bəzən müəllimlər deyirlər ki, uşaqlara araşdırın bu məlumatları. Uşaqlar çox həvəslə araşdırırlar. Nəticə etibarilə ortalığa çox yaxşı bir mövzular da irəli çıxa bilər. Ona görə də, amma çox təəssüflər olsun ki, bəzən isə şagirdlərdə uyğunsuz oyunlara da rast gəlinir. Yaş kateqori, hətta aqressiya yaradan. Bəzən görürük ki, az yaşlı uşaqda birinci sinifə təzə gəlibdir. Məktəbə adaptasiya problemində çətinlik var. Çox böyük bir aqressiya göstərir. Bunun səbəbi nədir? Uşaq oyun mühitindən çıxıb məktəb mühitinə gəlməlidir də. Əslində bu oyun mühiti də realist şəkildə olmalıdır. Hansı ki, əşyalardan, oyuncaqlardan və s. Bəzən telefon qarşısında baxdığı cizgi filmləri şuuraltı olaraq uşaqda aqressiya yarada bilər və yaxud da oynadıqları oyunlar. Nəticədə uşaq gəlir, adaptasiya ola bilmir. Bu da böyük bir çətinliklərə gətirib çıxarır və hətta nitqində də böyük bir problemlər yarana bilər. Nitqində geriliklər yarana bilər və uşaq 3 yaşına kimi 1300-1500-ə qədər söz ehtiyatı olmalıdır. Düzdür, hər hansı bir dilləri öyrənmək çox gözəl bir şeydir. Bu, uşağın intellektual səviyyəsinə də yüksək təsir göstərir, gələcəyinə də. Amma bəzən görürsünüz ki, uşaq Azərbaycan dilində sadə cümlələri, 2 sözdən ibarət olan cümləni belə qurmağı bacarmır. Bu da yanlış istiqamətin nəticəsindədir. Amma bəzən isə biz rastlaşırıq ki, rəqəmsal vasitəsilə, yəni bu internet resursları vasitəsilə xarici dilləri öyrənən uşaqlar var ki, baxırsan birinci sinif şagirdidir, rəngləri, əşyaları çox gözəl şəkildə ifadə etməyi bacarır. Yəni. Ona görə də kiberbullyingə əgər məruz qalan hər hansı bir uşaq varsa, onun üzərinə getmək əvəzinə, onu qınamaq əvəzinə, ona emosional zərbələr ötürmək əvəzinə onu dinləmək lazımdır. Təbii ki, bunun kökündə əsaslı bir səbəb var. O səbəb olmasa bu uşaq kiberbullyingə getməz və bu uşağı biz pisləyərək daha mənfi istiqamətlərə apara bilərik. Ona görə də övladlarımıza qadağa qoymaq əvəzinə düzgün maarifləndirici, psixoprofilaktik tədbirlər etmək çox-çox önəmlidir. Təşəkkür edirəm Arzu xanım. Çox məzmunlu cavablarınıza görə minnətdaram.
Və eyni zamanda Sərvanla biz təbii ki, internet resursları dəyərləndiririk, internet resursları inkişaf edir, rəqəmsallaşma hər gün yenilənir və hər gün yeni texnologiyalar, yeni inkişaf. Təbii ki, bunu hər birimiz müşahidə etməkdir və bu fonda yaşlı insanlar... Nəyə ki müşahidə edirik, bunu həyatımızda, gündəlik həyatımızda görürük, hiss edirik və bu anlamda ziyanlarımızın, onlara mənəvi, həm də nəzərə alsaq ki, bugünkü layihəmizin əsas məqamlarından biri də mənəvi dəyərlərin təbliği, yəni milli mənəvi təbliğatın rolu məsələsi bizim layihəmizin əsas prioritet məsələlərindəndir. Mən istərdim ki, siz bir ziyalı kimi, bir ağsaqqal kimi, təbii ki, sizin də nəvələriniz var, ümumiyyətlə gənclərə, uşaqlara mənəvi təbliğat bölümündə, yəni internetdən istifadə məsələsində, mənəvi təbliğatın aşılanması istiqamətində hansı yaradıcı nümunələr təqdim etmək olar? Məsələn, zaman-zaman bizim insanlarımız, gənclərimiz, şagirdlərimiz, övladlarımız kitablardan istifadə edirlər, mütaliə edirdilər. Oradan da bir mənəvi dəyərlər belə deyək, aşılanırdı o kitablardan oxuyaraq, özləri də mənəvi cəhətdən arzuxanı kamilləşirdilər. Yəni, bax, bu istiqamətdə bizim valideynlər nə etməlidir? Məktəblərdə uşaqların mənəvi dəyərlər ruhunda formalaşması istiqamətində hansı ədəbi bədii vasitələrdən istifadə olunmalı? Bax, istərdik ki, bu istiqamətdə də sizin fikriniz alaq, sonra Arzu xanımdan suallarımız olacaq, davam edəcəyik. Buyurun, Sərvoz müəllim. Dövrün, müxtəlif sistemlərin biz gətirdiyi o prosesləri görmüşük, həyatımıza gətirdiyi prosesləri. İndi texnologiya sürətlə gəlir və açığını deyim ki, bəzən mən gənc nəslə qibtə hissindən baxıram. Yəni, gənc nəslin o texnologiyalara sahiblənməsi yaşlı nəsildə daha çevik və üstündür. Tutaq ki, mənim özümə nəyisə aramaq, nəyisə axtarmaq, ya telefonda, ya Facebookda, ya müxtəlif şəbəkələrdə nəyisə yerinə yetirməkdə çətinlik çəkirəm. Nəinki mənim tutaq ki, evladlarım və yaxud nəvəm onu daha tez, daha belə asanlıqla həyata keçir və mən onlara müraciət edirəm. Çox vaxt ki, bu şeyi, bu məsələdə mənə kömək eləyim, bu məsələn yazını, ya bir hər hansı bir məlumatı filan sistemdə yerləşdirməsinə. Yəni, bu çox belə maraqlıdır və bəzən mən özümdən deyim ki, bəzən utandığım anlar olur ki, bu adi şeyləri mən bilmirəm, ancaq bu uşaqlar bilirlər. Bu çox gözəldir, bu cəmiyyətimizə, həyatımıza, gəncliyimizə, uşaq həyatına, yeniyetmə həyatına verilən stimuldur ki, bunlar cəmiyyəti, həyatı və dünyavi bəşəri duyğuları daha gözəl, daha anlamda, məsələn, tarixi bilgiləri daha gözəl anlayırlar. Bu gözəldir. Ancaq bəzən də bilirsən, istər-istəməz adam, biz izləyirik, baxırıq, televiziya məkanlarına baxırıq, ayrı-ayrı internet resurslarının paylaşmalarına baxırıq. Bəzən bilirsiniz necədir? Bizim gənclik dövrümüzdə ən çox bizim bilgilər kitabdan gəlirdi. Və ən çox kitabda mənəvi dəyərlər özünü daha da qabarıq göstərirdi. Tutaq ki, təbaşirə bulaşmışdı Dilarənin üzü gözü, o uşaqlar, dostları baxır, ona gülüşürlər. Ancaq bir nəfər şagird yoldaşı heç nə demədən gəlir, onun deməli, üz gözündən o təbaşiri silir və bir əxlaq dərsi idi ki, insan, şagird, dost, yoldaş heç vaxtı bir-birinin qabayətinə gülməz, onu tutaq ki, əksiyini düzəldər. Çox gözəl bir tərbiyə, sakit, səssiz bir tərbiyə vasitəsi idi. Və yaxud tutaq ki, deyərik ki, yoldaş gedirdi ki, dost, ay çıxdı, biri yıxıldı, özün ölmüşlüyə vurdu, biri qaçdı ağaca çıxdı, ay gəldi o yerdəkini qoxladı və getdi. Sonra o ağacdakı gəlib soruşur ki, ay sağ nə dedi? Deyir ki, belə pis yoldaşlarla bir də yoldaş. Görürsən, nə qədər ki, yəni insanı darda qoymaz. Ancaq indi qərib bu kitabların verdiyi dərs, mənəviyyat bizim ruhumuza opurdu və biz də gələcəkdə bu yolu daha da inkişaf elətdirirdik, mənimsəyirdik. Amma indi bəzən filmlər göstərirlər, tamaşalar göstərirlər, altından yazırlar. 6 yaşdan yuxarı aşağı olmaz baxmaq, 18 yaşından aşağı olmaz. Və bunun özü qıcıq yaradır ki, adamda, o uşaqda. Buraya baxım görüm orada nə var ki, daha marağı oyadırlar və o negativ cəhətlər elə özləri bəri başdan deyir ki, burada 8 yaş, 6 yaş, müxtəlif yaş dövründə olan gəncliyin zərərli bir şey var və elə özləri o elementi oraya yerləşdirməklə elə bil diqqəti yönəldirlər, o uşaq marağı yönəldirlər ki, görək burada nə var. Bu bir. İkinci, baxıram ən çox uşaqlar nereye baxır? Oyunlara və əldə avtomat, nə bilim, əldə bir silah hücuma keçir, bir nəfər cəngavər çıxır ortaya bir şəhəri verir, dağıdır, belə onun fiziki cəhətcə muskulların, bədən əzəllərini genişləndirir və cumhur. Bu bir tərəfdən uşağı o dağıdıcı mühit aparır.
Bir tərəfdən də onun psixoloji qorxu hissinin yatanda, yuxusunda həmin anları görür, yuxudan səksənmələri, ondan sonra vahimələnmələri və bu vahimələrin özü istər-istəməz 1 ildən, 2 ildən sonra görürsən ki, o insanın, o gəncin, o uşağın psixologiyasında bir qorxu, dəhşətli bir sarsıntıya gətirib çıxardır. Yəni bir ziyalı kimi mən istərdim ki, bizim orta məktəb dərsliklərimizdə daha çox mənəviyyata hesaplanan, məsələn biz ilkin filmlərə baxırdıq, orada fikir bu idi ki, qızım, oğlum, evladım, balam, heç vaxtı öz saadətini başqasının bədbəxtliyi üzərində qurma. Bu bir ideologiya idi. Bu ideologiya ilə biz özümüzün o saadətimizi necə qurmaq dərsini bizə verirdilər. Elə bilən ki, o artıq bizim əxlaqımıza hopmuş bir materiala dönürdü. Ancaq indiki halda bəzən o dərsliklərin özündə bunlar nəzərə alınmır. Göstərilən, yayımlanan filmlərdə bu nəzərə alınmır. Yayımlanan mahnıların özündə, o ayrı-ayrı oyun elementlərinin özündə artıq o səddi keçmələr uşaqlara daha çox maraqlıdır, daha çox cəlb edicidir. Nəinki o əxlaqi dəyərlərlə sən buna yanaşırsan. Bəzən bunu indiki halda o qədər qabarıqdır ki, o əxlaqdan kənar olan, o neqativ cəhətləri olan meyllərin təbliği o qədər artıb ki, bəzən ağıllı bir şeyi demək o uşağı sıxır, bıxdırır, darıxdırır. Elə bilən ki, İnsan o qədər o əcaiblik içərisində çabalayır ki, təmizliyi görəndə ondan kənarda durmaq, onu dəf eləmək istəyir ki, bu nədir, bizə calamaq istəyirlər. Yəni bu bir ziyalı kimi, bir az-çox həyatı görən, ondan sonra bu dünyanın ədəbiyyatına, mədəniyyətinə tanış olan bir insan kimi mən deyirəm ki, bütün burada əlbir olmaq, yekdil olmaq və bir-birinə qarşılıqlı dəstək verməklə buna nail olmaq olar. Bunu məsləhət verirəm ki, yəni milli dəyərlərimizə sədaqətlə sahib çıxaq, milli dəyərlərimiz zəminində evlatlarımızı yetişdirək və milli dəyərlərə xidmət edən o internet resursların yayımladığı, bizə verdiyi o bilgiləri məhz o sahədə inkişaf elətdirək və ona sahib çıxaq. Təşəkkür edirəm Sərvaz müəllim. Arxan, Sərvaz müəllim milli dəyərlər konteksinə çox maraqlı məqamlara diqqət çəkdi və əlbəttə milli mənəvi dəyərlər məsələsində valideyn, uşaq, məktəb bu üç bucağı da təbii ki, çox önəmlidir və bu baxımdan üçüncü növbəti sualımızı istəyirəm sizə ünvanlayım. Valideyn və uşaq birlikdə hansı onlayn resurslarından faydalana bilər? Bu, onların münasibətlərinə necə təsir göstərir? Necə təsir edə bilər? Yəni, hansı konkret olaraq, indi siz bilavasitə uşaqlarla, şagirdlərlə işlədiyiniz üçün, mən düşünürəm, bu sualın cavabını da siz rahat şəkildə verə biləcəksiniz. Yəni, konkret olaraq o resurslar ki, həm uşaq üçün əlverişlidir, həm valideyn üçün əlverişlidir. Bax, bu suala istərdik ki, sizin cavabınızı alaq. Buyurun. Bayaqki izahlarımda da xüsusilə qeyd etmişdim ki, valideyn uşaqla düzgün şəkildə empati qurmağı bacarmalıdır. Bu çox-çox önəmlidir. Bəzən olur ki, valideynlər əziyyət çəkir, işləyir, başa düşürəm, maddi mənəvi övladlarını təmin etməyə çalışırlar, amma psixoloji baxımdan da təmin etmək çox-çox önəmlidir. Övladlar sual verəndə o suallara vaxtım yoxdur və yaxud da ki, bunu cavablandıra bilmərəm, bu çox mənasız sualdır demək əvəzinə o suala geniş, ətraflı cavab vermək daha məntiqlidir və bərabər internet resurslarından həmin sualları araşdırıb müzakirələr edə bilərlər. Adi ev tapşırıqlarının yerinə yetirilməsində də dərsliklərdən əlavə bir vaxt qalarsa, bunu daha səmərəli formada istifadə etmək lazımdır. Ailə vaxtı çox önəmlidir. Yəni, ən azı 1 saat da olsa ailə vaxtı ayrılmalıdır. Bunu biz təkcə internetlə əlaqələndirmirik. Bu, real oyunlara da biz misallar çəkə bilərik. Buna təkcə həmin uşağın, yox uşağın bacı qardaşları varsa, bunları da əlavə edə bilərik. İnternet vasitəsilə də bunu və bayaqları çox gözəl bir məqama vurğulandı ki, uşaq aqressiya yaranır, aqressiyalı oyunlar oynayır, hansı ki, döyüş iqraları olsun və bir məqamı da xatırlatmaq istəyirəm ki, bəzən olur ki, uşaqlar buna maddiyyat da yerinə yetirirlər. Bu da nəticə etibarilə Zami müəllim gələcəkdə düzgün olmayan pul istifadəsinə gətirib çıxarır. Hətta kiber cinayətə qədər istiqamətlənə bilər. Və valideyn məktəb əməkdaşlığı çox-çox önəmlidir. Valideyn övladı ilə əməkdaşlıq etdiyi qədər məktəblə də əməkdaşlıq etməlidir. Çox təəssüflənirəm ki, məktəblərdə psixoloq dərsi yoxdur.
Məktəbdə uşaq sayı hədsiz dərəcədə çoxdur, psixoloqların sayı isə çox azdır. Biz bacardığımız qədər uşaqlarla psixomaarifləndirici, profilaktik tədbirlər həyata keçiririk. Və nəticə etibarilə bəzən valideynləri də, bəzən yox demək olar ki, 90% valideynləri də cəlb etməyə çalışırıq. Amma valideynlərin hamısı iştirak etmirlər. Bunu vaxt itkisi də hesab edən valideynlər var. Amma uşaqların akademik bacarıqlarını izləməklə yanaşı, onların psixoloji mühitini də izləmək lazımdır. Uşaq vaxtının çox hissəsini məktəbdə keçirir. Bəzən valideyn məktəbə gələndə, müəllimlə əməkdaşlıq edəndə, psixoloqla ünsiyyət quranda uşaq da bunun ciddiliyini anlayır və uşaqlar adətən valideynlərinin ünsiyyət qurduğu insanlara çox önəm verirlər. Valideynlər uşağın birgə əməkdaşlığının elə kökündə məktəb əməkdaşlığı da əsaslı şəkildə yer tutur. Bayaq bir sual verdiniz ki, birlikdə nələr edə bilərlər? Məsəl üçün, birlikdə çox gözəl proqramlarla işləmlər apara bilərlər. Məsəl üçün, uşaqda dil bacarıqlarını inkişaf etdirmək üçün, tutaq ki, ingilis dili proqramını yükləyə bilərlər. Valideyn də uşaqla birlikdə gün ərzində 10 dənə söz, 5 dənə söz öyrənə bilər. Uşaq artıq biləcək ki, valideyn öyrənir. Valideyn öyrəndikcə də motivasiyalı olacaq, sevinəcək. Uşaqda artıq kognitiv öyrənmə bacarığı formalaşacaq ki, aha, valideynim daxil oldu, bunu araşdırdı, öyrəndi. Mən də bu istiqamətdə addım atsam daha uğurlu bir nəticələr verə bilərəm. Və yaxud da ki, hal-hazırda elə bir dövrdə yaşayırıq ki, məlumatlar balansı asanlıqla bizim əlimizdə formalaşa bilərlər. Məsəl üçün, uşaqlarda kiçik yaradıcılıq qabiliyyətlərini biz inkişaf elətdirə bilərik. Tutaq ki, əl qabiliyyətləri var. Uşaq çox gözəl toxuculuqla məşğul ola bilər. Muncuqdan sadə bir qolbaq düzəldə bilər. Bunu satış mövqeyinə də çevirmək olar. Sosial şəbəkədə bir səhifə açıb, təbii ki, valideynin nəzarəti ilə, nəzarətsizlik burada yəni mənfi istiqamətlərə doğru apara bilər. Bunu uşaqda həm qazana bilmək bacarığı formalaşdıra bilərik, həm artıq yaradıcılıq formalaşa bilər. Çünki əvvəllər məktəblərdə bizim oxuduğumuz dönəmlərdə də adi əmək dərsində, texnologiya dərsində biz nələrisə düzəldirdiksə, ortaya qoyurduqsa, indiki dövrdə artıq bu daha çox müasir formadadır. Qeyd etdiyim kimi, rəqəmsal dərsliklərdə, STEM dərsliklərində uşaqlar robotlar düzəldirlər, robotların inkişafı ilə əlaqədar olaraq hər hansı bir addımlar atırlar, dronların uçurulması və s. Demək olar ki, şagirdlərin hamısı bu istiqamətdə daha perspektivdirlər. Ona görə də bu birgə əməkdaşlığa bunları aid edə bilərik. Bir də ki, valideynlər çalışmalıdır ki, uşağının təhsil aldığı mühitdə sinif rəhbəri ilə mütləq şəkildə əlaqədə olsunlar. Uşağın özünü necə apardı, bugün günü necə keçdi, aqressivdirmi, yoxsa pozitivdirmi? Düzdür, demirəm hər dəqiqə, hər saniyə, amma övladı ilə bağlı ən azından kiçik də olsa hər hansı bir neqativ hal əgər aşkarlayıbsa, mütləq şəkildə əlaqə yaratmağı unutmamalıdır. Mən bir məktəb psixoloqu olaraq Abşeron üzrə psixoloqlarımızın ümumi bəzən görüşləri olur. Biz orada bu müzakirələri aparırıq. Mən çox istərdim ki, rayon məktəblərində də, düzdür, var orada da savadlı psixoloqlarımız, təcrübəli, işinin peşəkarı, amma rayon məktəblərində də belə profilaktik tədbirlər geniş istiqamətdə olsun, valideynlər maariflənsinlər və övladlarına həqiqətən də rəqəmsal platformanın müsbət tərəflərini aşılayıb onların istifadəsinə icazə versinlər ki, cəmiyyətimiz müsbət istiqamətdə inkişaf prosesini tamamlasın. Həqiqətən də bəzən müəllim bayaqları bir məqamı qeyd etdi. Düzdür, cavan kadram, amma azyaşlı bir uşağın internet resurslarından müsbət bir hadisə edəndə özüm də təəccüblənirəm. Həm qürur hissi keçirirəm, həm də biraz təəssüflənirəm ki, kaş məndə də bu bacarıqlar o yaşlarda olardı. Bəlkə də daha yaxşı addımlar, daha çox inkişaf prosesi ola bilərdi. İnkişaf hər zaman lazımdır. Valideyn mən hər şeyi bilirəm nəzarətindən çıxıb birlikdə övladımla hər şeyi öyrənə bilərəm nəzarətinə keçsə daha gözəl olar. Çünki yaş nə qədər çox olursa olsun,
zamanlama, formalaşma, inkişaf prosesi hər dəfə yenilənir. Necə ki, biz özümüzü hər dəfə inkişaf etdiririk, bu çox önəmlidir. Bir psixoloq olaraq hər il uşaqlardakı dəyişiklikləri görürəm və azdan çoxdan onlara uyğunlaşmağa çalışıram. Bəzən Zami müəllim, bir də görürsüz bir termin olur, sinifə girirəm, bir termindən bəhs edirlər. Araşdırıram, baxıram ki, aha, bu terminin mənası nədən ibarət idi və uşaq nə demək istəyir, onun dünyasına daha yaxşı bələd olub, daha yaxşı istiqamət vermək olur. Təşəkkür edirəm Arzu xanım, çox geniş məzmunlu cavabınıza görə minnətdaram. Biz inanırıq ki, inşallah bugün bu müzakirəmizdən sonra əlbəttə bu qeyd edilədiyiniz sualçıq çox mənim diqqətimi çəkdi ki, orta təhsil müəssisələrində psixoloq dərslərinin keçirilməsi məsələsi biz arzulayaq ki, inşallah bizim ümumi təhsil müəssisələrimizdə psixoloq müəllimlərin artıq tədris etmələri də olsun. Məşğul olan dövlət qurumları, xüsusilə Elm Təhsil Naziri, mən səhv eləmirəmsə, onun tabiçiliyində olduğu üçün inşallah gələcəkdə bu məsələlərdə nəzərə alınır. Çünki uşaq və gənclərin doğrudan da belə deyək də psixoloq müəllimlərin tədrislərindən vaxtında, məqamında yararlanması imkan verəcək ki, həm də psixoloq uşaq əməkdaşlığının, şagird əməkdaşlığının yaranmasına səbəb olacaq. Orada qarşılıqlı məsələlər, qarşılıqlı fikir mübadiləsi etməklə həm də qarşıya çıxan digər problemlərin də aradan qaldırılmasına vəsilə olmuş olarsınız. O baxımdan biz arzulayaq ki, orta məktəblərimizdə psixoloqların dərs keçmələri üçün geniş imkanlar olsun, yaradılsın. Zami müəllim, bir qısa bir məqamı da qeyd edim. Həqiqətən siniflərə daxil olanda uşaqlar psixoloqu görəndə çox sevinirlər. Çünki o gün ərzində yığdıqları ki, o enerjiləri ki var, psixoloq vasitəsilə onunla bölüşdürməyi bacarırlar və çox şad olardım ki, həqiqətən də bu proses qısa müddət ərzində həyata keçirilsin. Mənə elə gəlir ki, işini sevən hər bir psixoloq belə bir hala çox sevinəcəkdir. Sözün əsl mənasında bu məktəblərimizdə zərurət var və doğrudan da bu ehtiyacıdır. Çünki rəqəmsallaşan dünyada uşaqlarla daha çox işləmək zərurəti var. Belə olan halda təbii ki, psixoloqlarımızın da üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyəti də doğrultmaq üçün təbii ki, tədris imkanlarının yaranması çox vacibdir. İnanırıq ki, bu istiqamətdə Elm Təhsil Nazirliyi gələcək fəaliyyətində bu məsələləri də nəzərə alacaqdır. Eyni zamanda Sərvaz müəllim, təbii ki, mövzumuzu mən elə bilirəm ki, biz kifayət qədər həm ziyalı formatında, həm psixoloji maarifləndirmə formatında hardasa əlaqələndirə bildik və son olaraq bizim uşaq və gənclərimizə bir ziyalı tövsiyənizi əlbəttə istərdik. Buyurun. Bilirsiniz, Zami müəllim, bizim gəncliyimiz daha çox romantika, məsələn, biz yaşlı olan insanların daha çox xəyali bir yaşam tərzində keçdi ki, yəni o indiki texnologiyada uşaqların, gənclərin, yeniyetmələrin sahib olduğu bilgilər vaxtilə bizim üçün bir xəyal idi. Nə bilim, belə romantik bir dünya idi ki, kaş belə olaydı, kaş biz bunları bu cür asanlıqla həyata keçirə biləydik, ya o sirlərə daha bu cür yaxınlaşa biləydik. Yəni bu artıq elə bilinən ki, o uçan xalça, nə bilim o 3 aylıq yolları 3 günə keçən xalça məsələləri, ondan sonra o insanı Amerikanın okeanın o tayından bu tayına gətirib insana göstərən güzgü nağılları, biz bu nağılları uşaqlıq xatirələrində keçdik. İndi gəlib o məqama çıxmışıq ki, bütün bunlar hamısı reallıqdır. Özü də bu reallıq bizim gənc nəslin ovucunda daha çox formalaşır. Yəni onların daha çox nəzər diqqətindədir, nəinki yaşlı nəslin. Niyə? Ona görə ki, gənc nəsil o texnologiyaya daha diqqətli və elə bilinən ki, maraqlıdır və öyrənməyə meyillidir. Bu çox gözəl bir xarakterdir. Uzun illər orta məktəblərdə, ali məktəblərdə, kollec dərs demiş, pedaqoji fəaliyyəti ilə məşğul olmuş bir, eyni zamanda bir ədəbiyyat adamı, ədəbiyyat tənqidçisi kimi dünya ədəbiyyatına, dünya mədəniyyətinə kifayət qədər tarixinə belə yaxından bələd olan bir insan kimi deyirəm ki, bütün bunlarla yanaşı yenə də gənc nəsli öz başına, gənc nəsli özünün elə düşüncə tərzinin arxasınca getməyə, yəni o yaxanın kənarda çəkib qoyub öyrənsin ya arasın, onun negativ cəhətlərindən uzaq durmaqda valideyn, məktəb, cəmiyyət deməli məsuldur bu məsələdə və bu məsuliyyətdən, bu məsulluqdan heç vaxt kənarda dayanmayaq, onların yanında olaq və onlara həmişə o xeyrə aparan, xeyir işığı, xeyir qapısı açan, isti nəfəsə açan o aləmin yoluna çıx və bu yoluna getməyə yönəldək. Yəni həyat
gözlənilməzdir. Hər anda həm bataqlıq var, həm uçuş var, həm yüksəklik var. Biz o bataqlıqdan gənc nəsli qorumalıyıq və bunun da bilirsən, mən keçən səfər Sabirabadda çox gözəl bir tədbir təşkil olunmuşdu. Orada da dedim. Məsələn, bax bu baxdığımız ekranın iki üzü var. Bir üzü görünmür. Bir üzü isə aşkardır. Bugün texnologiya elə inkişaf eləyib ki, insan özü yox, başqasının sifətini öz sifəti əvəzinə yerləşdirir. Onunla gənclər bir-birinə əlaqə saxlayır, elə bilir ki, elə bu şəkildə gördüyü həmin adamın özüdür. Ancaq bilmir ki, bunun arxasında bir iblislik var. Onun tam gəlib, onu sahib olana qədər, görənə qədər, onun iç yüzünü dərk eləyənə qədər artıq o həyatda elə uçurumlara gedir ki, elə tanışlıqlar onu elə yerlərə çəkir ki, bax, bugünkü gəncliyimizin də o qorxusu var ki, onları vaxtında ayıltmasan, vaxtında bu prosesləri onlara anlatmasan, nihilist bir dünya həmin uşaqları öz aləminə çəkəcək və ondan sonra onu geri qaytarmaq da mümkün olmur. Hətta sənin özünü məhv edəcək qədər onun daxilində sənə qarşı bir düşmənçilik aqressiyası, hətta anasına, bacısına, qardaşına, öz doğmalarına dayana qarşı bir aqressiv yaradır ki, yəni bu adamlar məni qoymur ki, özümün azad dünyama gedəm. O azad dünyanın xoş aləminə qapı açmaq, o azad dünyanın negativ hallarının qapısını bağlamaq bizim əlimizdə bir açar həmişə ki, onun anahtarı kilidi bizim əlimizdə olmalıdır. Bunu əgər unuduruqsa, onda biz cəmiyyətdə o valideynlik, müəllimlik, pedaqoqluq missiyamızdan kənarda qalmış oluruq. Təşəkkür edirəm Sərvaz müəllim. Bəli, siz də vurğuladığınız kimi, yəni tamaşaçılarımız, izləyicilərimiz üçün də bildirək ki, bizim uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsi çərçivəsində Abşeron rayonunda, Sabirabad rayonunda keçirdiyimiz hər iki tədbirdə çoxsaylı gənclər iştirak elədi. Elə birində siz Sabirabad görüşümüzdə siz də iştirak edirdiniz. Yəni bütövlükdə orada da bizim gənclərlə görüşümüzdə dəvət elədiyimiz ekspertlər, qonaqlar, əlbəttə millət vəkillərimiz də iştirak edirdi. Hər iki rayonun icra hakimiyyətlərinin Arzu xanım rəhbərlikləri iştirak edirdi. Biz hər iki görüşdə, gənclərlə keçirdiyimiz görüşdə bütün bu məsələləri həm rəqəmsal dünyanın bizə verdiyi münbit imkanları, eyni zamanda rəqəmsal dünyada bizi narahat edən məsələləri və digər uşaqlarımızla, məktəblə, valideynlərlə vacib olan ən önəmli məqamları biz onlarla bölüşdük. Onlara təbii ki, bizim ziyalılarımız öz məsləhətlərini verdilər, tövsiyələrini verdilər və düşünürük ki, bizim bu istiqamətdə layihəmiz bundan sonra da daha da geniş şəkildə, daha da belə deyək ki, əhatə dairəsini genişləndirməklə davam eləyəcəkdir. Əlbəttə, gənclərimiz sizin də vurğuladığınız kimi bizim üçün daimi əsas olmalıdır onların maariflənməsi, onların düzgün istiqamət alması, düzgün yönləndirilməsi, internet informasiya vasitələrindən, resurslarından düzgün səmərəli istifadə edilməsi və elə bu baxımdan da bugün bizə qeyri-hökumət təşkilatlarından Dövlət Dəstəyi Agentliyinin yaratdığı bu imkan əlbəttə ona hesablanıb ki, biz bu uşaq və gənclərimizə bunu doğru çatdıraq, doğru təlqin eləyək, təşviq eləyək. Layihənin də elə məqsədi, məramı da elə bundan ibarətdir. Və Arzu xanım, son olaraq sizin təbii ki, bir psixoloq olaraq həm də Abşeronda, xüsusilə Xırdalan 3 saylı məktəb liseydə göstərdiyiniz fəaliyyət və hal-hazırda bizim gənclərimizə, şagirdlərimizə tövsiyələriniz əlbəttə çox xoş olar. Bunu mən istərdim ki, siz bu tövsiyənizi də bugün elə bizim studiyamız vasitəsilə bildirəsiniz. Buyurun. Hörmətli gənclərimiz, hörmətli yeniyetmələrimiz, həmçinin hörmətli valideynlərimiz, mən düşünürəm ki, insanın şəxsiyyət kimi inkişaf etməsində təlim, tərbiyə və sosial mühit çox önəmli rol oynayır. Əziz gənclər, çalışın ki, sosial çevrəvizə xüsusilə diqqət göstərin. Müasirlik ancaq azadlıq, valideynlərin davranışlarına qarşı çıxıb müstəqil realist addımlar atmaq deyil. Müasirlik, azadlıq bəzən özünü təkmilləşdirmək, inkişaf etdirmək, təlim proseslərini uğurlu şəkildə istiqamətləndirməkdir. Çalışın ki, özünüzü yetərli qədər inkişaf etdirin ki, müasir dövrdə, müasir texnologiyalardan təhlükəsiz şəkildə, psixoloji sağlam şəkildə istifadə etməyi bacarasınız. Hər kəsə sağlam psixoloji mühit arzulayıram. Çünki insan həqiqətən də xoşbəxt olan
olanda, emosional balansı yerində olanda həyatı da daha düzgün, daha uğurlu və daha çox motivasiyalı olur. Bir daha təşəkkürümü bildirirəm. Biz də təşəkkürümüzü bildiririk Arzu xanım, bugün gəldiniz. Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu layihəsini sizlərlə birlikdə müzakirə etdik. Dəvətimizi qəbul edib gəldiyinizə görə dərin təşəkkürümüzü bildiririk. Sərvan müəllim, sizə də təşəkkür edirik ki, bugün bir ziyalı mövqeyi göstərdiniz. Eyni zamanda bu layihənin ətrafında fikir mübadiləsi etdik. Biz düşünürük ki, bundan sonra da sizlərlə bizim görüşlərimiz olacaq və yenə də biz uşaq və gənclərimizin internet vasitələrdən, internetdən düzgün istifadə mədəniyyətinin formalaşması istiqamətində söhbətlər aparacaq, informasiya mədəniyyətinin aşılanması, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər və bütövlükdə uşaq və gənclərimizin internet vasitələrindən düzgün istifadə vərdişlərinin formalaşmasında, valideyn, məktəb, uşaq birliyinin formalaşmasına təbii ki, bir ziyalı vətəndaş mövqeyimizi bundan sonra da sərgiləyəcəyik və dəyərli izləyicilər, əziz tamaşaçılar, bir daha vurğulamaq istəyirəm ki, uşaq və gənclərin internetdən düzgün istifadəsində milli mənəvi təbliğatın rolu mövzusunda layihəmizi müzakirə etdik və qonaqlarımızı təkrar xatırlatmaq istərdim. Qonağımız şair publisist Sərvac Hüseynoğlu, digər qonağımız Xırdalan şəhər 3 saylı məktəb liseyin psixoloqu Arzu xanım Şamilova idi. Hər iki ekspertimizə bugün verilişimizə gəldiyi üçün, önəmli bir mövzunu müzakirə etdiyimiz üçün, vaxt ayırdıqları üçün dərin təşəkkürümüzü bildiririk. İnşallah növbəti verilişimizdən, növbəti ekspertlərimizdən görüşənədək.